Hacıqabul rayonu ərazisində yaşlı kişinin qadın turistə qarşı qeyri-etik hərəkətlər etdiyi deyilir. Belə ki, kişi qadının bədəninə toxunub. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Əldə etdiyimiz məlumata görə turistlərin müraciəti əsasında polislər hadisə yerinə yaxınlaşıblar. Onların iştirakı ilə araşdırma aparılıb. 66 yaşlı təqsirkar şəxs barəsində inzibati məsuliyyət tədbirləri görülüb. Turistlərin əlavə şikayəti olmayıb və onlar müraciətlərinə operativ reaksiya göstərdiyinə görə Azərbaycan polis əməkdaşlarına öz təşəkkürlərini bildiriblər. Mingəçevirdə 15 yaşlı piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Aydın Məmmədov küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Toyota Prius markalı avtomobil yolu keçən 2011-ci il təvəllüdlü Hacızadə Qəmər Bəxtiyar qızını vurub. Qəza zamanı Qəmər Hacızadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə təcili Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.